Hər kəsə salam. Sizə Kariyer Şahin şirkətində cəmi 2 nəfər dəvət etməklə necə 300 manata qədər gəlir əldə etmək olar, onu izah edirəm. Mən sistemi qeydiyyatdan keçdim və öz 2 nəfərimi dəvət etdim elə həmin ay. Və həmin 2 nəfərim də öz 2 nəfərini dəvət etdi. Hər kəs cəmi 2 nəfər aktiv xanım dəvət edir. Aha, xanımlarımızı dəvət etdik və mənim qolumda artıq bir dövriyyə yarandı. Və mən 2 nəfəri şəxsən özüm dəvət etdiyim üçün hər birinə görə 3 manat bonus əldə edirəm. 3 AZM bonusdan 2 nəfər dəvət etdiyimə görə 6 manat bonusum var və mənim maaşım bu komandadan olan ilk ay gəlirim maaşım edir 7 manat 70 qəpik. Və mənim ümumilikdə bu sistemdən olan qazancım, bu komandadan olan qazancım edir 13 manat 70 qəpik. Yəni mən elə ilk aydan cəmi öz 2 nəfərimi dəvət edərək 13 manat 70 qəpik gəlir qazandım. Yaxşı. Bəs deyə bilərsiniz ki, mənim gətirdiyim xanımlar aktiv olmadı. Yəni tutalım ki, gətirdiyim xanımlar bəli öz komandalarını qurdular, öz nəfərlərini gətirdilər, lakin özləri sistemdən çıxdılar, davam etmədilər. Hər hansısa bir səbəbdən davam etmədilər. Bəs onda mənim qazancıma nə olacaq? Mənim qollarım zəifləyəcək. Aha, onun da çarəsi var. Biz sizin aktiv olmayan, çıxan üzvünüzün yerinə yeni bir üzv yazırıq. Yəni şirkət sizə birbaşa dəstək verir. Birbaşa şirkətin özünün dəstəyi var sizə. Və siz sizin komandanızdan çıxan nəfərlərin hər birinə görə şirkət tərəfindən dəstək alırsınız və beləcə sizin komandanız aktiv şəkildə böyüməyə başlayır. Bu formada aktiv şəkildə böyüməyə başlayır belə. Və komandanız da böyüdükcə təbii ki, maaşınız da qalxır. Sizin maaşınız qalxır, bəli. Əlavə gəlir əldə etmək istəyərsinizsə əgər, siz yenə də əlavə nəfərlər gətirə bilərsiniz. Yəni, hər gətirdiyiniz nəfərə görə 3 manat dəyərində əlavə bonus əldə edəcəksiniz şirkət tərəfindən. Yox, əgər bonus əldə etmək istəmirsiniz, sadəcə olaraq aylıq maaşınızı qazanmaq istəyirsinizsə, cəmi 2 nəfər xanım dəvət etməyiniz sistemə kifayətdir ki, siz aylıq gəlirə sahib ola biləsiniz. Yenə də qeyd edirəm, əgər həmin gətirdiyiniz nəfərlər aktiv olmazsa və yaxud sistemdən bir müddətdən sonra çıxarlarsa, sistem özü, yuxarıda duran sistem özü sizə yeni üzv gətirərək sizin qolunuza yerləşdirir və sizin maaşınızı almanıza dəstək olur.